İki böyük münaqişə, Rusiya-Ukrayna müharibəsi, bir də ABŞ-İsrail-İran əməliyyatları ənənəvi hava hücumundan müdafiə sistemlərinin zəif nöqtələrini göstərdi. Azərbaycan son 10 illiklərdə həm Rusiyadan, həm Çindən, həm də İsraildən qiyməti milyardlarla dollar olan hava hücumundan müdafiə sistemləri alıb. Amma son münaqişələr bu sistemlərin nə ucuz dronlarla, nə də hiperses raketləri ilə tam effektiv mübarizə apara bilmədiyini nümayiş etdirdi. İndi sual yaranır ki, narahat bir regionda Azərbaycanın səması nə qədər keçilməzdir? Əslində bu suallar İrana hücumlar başlayandan bir neçə gün sonra Naxçıvana dron hücumları ilə eyni vaxtda səsləndi. Hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərov deyir ki, müasir silahlara sahib olmaq hələ təhlükənin qarşısının alınması deyil. O inanır ki, son münaqişədən sonra Azərbaycan hökuməti də bəzi məsələləri nəzərə alır. Biz əgər düşünürüksə, texnologiya elə 100% hər təhlükənin qabağını alır. Mən elə düşünmürəm, çünki bilirsiniz, dünya da dəyişir. Bu günləri mübarizə üsulları da dəyişir. O ki, qaldı sizin sualınızın cavabına ki, Azərbaycan, Çin və yaxud da ki, Rusiya istehsalı olan həmin o avadanlıqların olması əvvəlki illərdə bizdə daha çox Sovet və Rusiya istehsalı olan avadanlıqlar üstünlük təşkil edir. Artıq onlardan demək olar ki, çox cüzi hissə qalır, təzələri alınıb, təzələri alınır və yəqin ki, bu son İran hadisələrində, sonra sərhəddə baş verən hadisələrin fonunda yenə də hansısa korreksiyalar ediləcək, düzəlişlər ediləcək. Hava hücumundan müdafiə vasitələri Azadlıq meydanındadır. Bəs Azərbaycanın hansı hava hücumundan müdafiə sistemləri var? Ötən ilin noyabrında Azərbaycan Qarabağdakı qələbəsinin 5 illik münasibəti ilə hərbi paradda hava hücumundan müdafiə sistemlərində nümayiş etdirdi. Paradda ilk dəfə Azərbaycan ordusunun insansız sistem qoşunları keçid etdi və uzun müddət xarici mətbuatda da Azərbaycanın Çin istehsalı silahları alması müzakirə olunan və silahlanmaya yeni qəbul edilmiş HQ-9BE uzaq mənzilli zenit raket kompleksi nümayiş etdirildi. Bundan əlavə Rusiya istehsalı olan uzaq mənzilli S-300 Favorit və S-125-lər yerli istehsal olan zenit qurğuları keçid etdi. Bundan başqa Azərbaycan 1 milyard dollardan artıq məbləğə İsrail istehsalı olan Barak MX modul tipli hava hücumundan müdafiə sistemləri alıb. Bu sistemin raket və təyyarə təhlükələrini aradan qaldırmaq funksiyalarına malik olduğu bildirilir. Həmçinin aralarında Türkiyə istehsalı olan dronlar, sərbəst uçan döyüş sursatları və kəşfiyyat aparatlarının da olduğu bildirilir. Hərbi məsələlər üzrə ekspert Cəsur Məmmədov bildirir ki, müharibələrdə insansız aparatların istehsalı təxminən 2010-cu illərdən etibarən ortaya çıxdı və Azərbaycanın da bu prosesə tez qoşulduğunu demək olar. O bildirir ki, belə sistemlərdə nəzərə alınacaq məsələ müdafiə sistemlərinin uzaq mənzilli olması ilə deyil, bu qurğuların hədəfləri dəqiqliklə məhv etməsi ilə ölçülməlidir. Məsələn, bugün İsrailin İran raketlərini məhv etməkdə çətinlik çəkməsinin səbəblərindən biri İran raketlərinin kaset tipli başlıqlarla təmin edilməsidir. Yəni, İsrail məkanına daxil olan raketlər kiçik sursatlara bölünür və hər bir hissənin vurulması üçün müdafiə sistemi ayrı-ayrı interseptorlar buraxmağa məcbur olur. Bugün İsrail müdafiə sistemində ən böyük problemin həm də hədəflərə qarşı interseptorların azalması göstərilir. Yəni, texniki göstəricilərinə baxsaq, biz görərik ki, Azərbaycan, misal üçün, ənənəvi olaraq Rusiya deməli, texnikasını alıb, hərbi hava qüvvələri üçün, hava hücumundan müdafiə qoşunları üçün, misal üçün, S-200 raket sistemləri alıb, yəni kütləvi şəkildə bütün bunların alınması və onların saxlanılması böyük xərclər tələb edir. Yəni ki, onlar əgər müharibədə tətbiq olunmayacaqsa, onları alıb saxlamağa ehtiyac yoxdur. Yəni, çevik müharibə apara bilən silahlara ehtiyac var. Region çox gərgin regiondur və Azərbaycanın burada belə deyək, müasir hərbi hava qüvvələri sistemləri ilə silahlanması o nəticəyə gətirib çıxartmır ki, Azərbaycan istənilən belə deyək, təhlükəni dəf edə bilər. Yəni ki, ona görə baxmaq lazımdır ki, bu inkişaf haraya aparacaq və hər yeni texnologiyalar ortaya çıxır və böyük vəsaitlər tələb edir bunlar. Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, İranın İsrail və Amerika bazaları olan qonşularına hücumundan sonra zərbə alan ölkələr onlara çoxsaylı müraciət ediblər. Çünki Rusiya Ukraynaya hücumunda İranın şahid dronlarından istifadə edir. Bildirilir ki, Kiyev hava məkanını qorumaq üçün ucuz dron interseptorlar, elektron müdafiə vasitələri, zenit topları, qırıcı təyyarələr və helikopterlərdən ibarət qarışıq sistemdən istifadə edir.
Ukrayna hərbi hava qüvvələrinin məlumatına görə, ordu davamlı olaraq gələn rus dronlarının 80%-dən çoxunu ələ keçirir və ya vurur. ABŞ-İsrail-İran münaqişəsinin 6-cı günündə Naxçıvan ərazisində aeroport və mülki obyektlərə yaxın ərazilərə dron hücumları olmuşdu. Azərbaycan Müdafiə Nazirliyi açıqlamışdı ki, Naxçıvana hücum zamanı atılan 4 drondan biri zərərsizləşdirilib.